Pasient müayinəyə gəlib və müayinədə təkid edir ki, həkim qan analizi verim, yetərlidir. Mən əlavə müayinə elətdirmək istəmirəm. Əziz izləyicilər, təəssüflər olsun ki, qan analizi vasitəsilə xərçəngi aşkar eləmək mümkün deyil. Müəyyən qan analizləri var ki, məsələn onkomarkerlər və s. bizə müəyyən məlumatlar verə bilir. Lakin onlar vasitəsilə tam diaqnoz qoymaq mümkün deyildir. Süd vəzi xərçəngi polietioloji, yəni bir çox faktorlardan asılı olan xəstəlik olduğuna görə təkcə bir müayinə vasitəsilə ona diaqnoz qoymaq mümkün deyil və bu xəstəlik həm də bütün orqan və sistemlərə təsir edən bir xəstəlikdir. Buna görə də həkim sizə ən vacib və lazımlı müayinələri təyin edəcəkdir və həkimə müraciət edərkən çalışın bu müayinəni istəyirəm, digər müayinəni istəmirəm kimi təkidlər etməyin. Çünki həkim bu zaman sizə lazım olan müayinələri təyin edə bilməyəcəkdir. Sizin üçün önəmli olan sizə düzgün diaqnoz qoyulmağı və vaxtında müalicə taktikasının seçilməyi olmalıdır. Bir çox hallarda bizdə müayinələrdən insanlar çəkinirlər və inanın ki, bu biz həkimlərə çox ciddi çətinliklər yaradır. Ona görə də həkimə müraciət edərkən birinci növbədə həkimə güvənmək lazımdır və həkim təyin etdiyi müayinələrdən keçməyi mən sizə tövsiyə edirəm.